Bismillahirrahmanirrahim. Allahın salamı olsun möminlərə, haqqı deyənlərə, bacı qardaşlarımıza, haqq əhlinə inşallah. Çox həyiflər olsun ki, adını şiyə qoyan, şiyyəçilikdən heç bir şey anlamayan, şiyyənin adını batıran, şiyyə ziyan vuran, zərər vuran qafil şiyyələrə. Belə şiyyələrin ziyanı, zərərli düşməndən çox, kafirdən çox deyir müsəlmana. Hələ şiyyələrin özünə. Belə şiyyələrin ucbatından, qafilliyindən, anmazlığından bugün Azərbaycanda şiyyəçiliyin vəziyyəti səbəb oldu ki, İsrail bayraqları Azərbaycanda ayaq tutub yeridi, İmam Hüseyn bayraqları, şiyyənin bayraqları, ələmləri yerə indi, şiyyələrin alimləri zindanlara getdi. Bunların kör siyasətlərinin nəticəsidir ki, Azərbaycanda bu günləri zalım İlham Əliyov rejimi şiyyəçiliyi aradan aparıb, yerində Vahabiləri Azərbaycana yerləşdirdi. Bunlar özləri də bilərəkdən ya bilməyərəkdən düşmanın deyilmanına su tökdülər. Öz alimlərimizə, müştəhidlərimizə dil uzadıb, düşmənə yol verdilər, zidd vilayət oldular. Düşmənin gördüyü siyasətlə, panturlu yadı ilə əslində bu İsrailin qaramı idi hər yerdə ki, milləti parçala, sonra özün bu millətdən istifadə elə, bölgünə, parçala, alimlərinə dil uzat, gözdən sal müştəhidlərini, içləri, pirləri, kahları ələ salıb, da İmam Hüseyn ağa, İmam Zaman ağaya dil uzatmaq, xanım Zeynəb kimi bir dinin, şiyyəçiliyin əsasını qoyan bir xanımı gözdən salıb, gözdən salmağın nəticəsidir ki, bugün düşmən qorxmadan hicablı xanımlarımıza, şəhid bacılarımıza əl atıb, artıq onlara da qorxmadan şərləyib zindanlara salır. Hansı ki, bu xanım Aşura günü insanlara ehsan payladığına görə. Dünyanın heç bir yerində, hara geçsək, Amerikaya, İngiltərəyə, kafir ölkələrin özündə belə şeylərə, yəni cürlə insafçılığa heç yerdə yer verilmir. İmam Hüseyn ağanın məclisləri dünyanın hər yerində, Türkiyədə, Avropada, yəni necə lazımdır, içirilir, ehsanlar paylanır, ehsan paylayanlara çox sağ ol demək əvəzinə, bunlar bu məlum hökumət, İlham Əliyov rejimi bizim bacılarımızı tutub zindana salır, qorxmadan, hökmədən. Ona görə ki, şiyyənin ki, başında bu Ramil kimi, Qurban kimi bir Siyonist köləsi, iki üzlü İngilis sulağı deyirəm mən bu Qurban Məmmədova. Ona görə ki, o özü İngiltərədə oturub, Azərbaycanın nefti, qazı, gecə-gündüz İngiltərənin varlanmağına, güclənməyinə, müsəlmana qarşı verilən fitvalarının nəticəsində Suriyada bombalanan uşaqlarımızın qanına səbəb olur. Bu Qurban Məmmədov da çıxıb İngiltərənin əlaltısı olan İlhama, yəni gücü çatır, ancaq oturduğu İngiltərənin qucağında oturub, zalıma qarşı heç vaxt çıxıb öz narahatsızlığını bildirmir. Sinə bütün insanları öz batıl fikirləri ilə, tərtər hadisələri ilə, əslində bu tərtər hadisələrini gözdən salmaqla məşğuldur. Pul yığmaqla, özünün öz zancına, öz inancına, Amerikaya, Avropaya qulluq eləməklə məşğuldur. Tərtər hadisələrində də bizim bu yazıq xalqdan istifadə, əzilmiş xalqdan istifadə eləyib, özünü çox güclü, biləcəkli göstərməklə bu xalqa nicat verən olub. Yəni xalqı susturmaqla ki, siz nə badə bu zalım rejimə qarşı çıxıb bir söz deyərsiniz, zalıma qarşı silah çəkərsiniz, mən deyənlə gedin hər şeyi yoluna qoyacağım. Bugünkü gün əcəndəki ancaq çıxıb xalqı gözdən salmaqla, xalqın qeyriyyətini sındırmaqla, onları necə orada əziyyət verməyi, lom eritməklərini xalqı əslində bu gözdən salır, kişilərin qeyriyyətini sındırır, onları çıxartıb, ana bacıları orada çıxartıb ağlatmaqla, kişilərin necə zorlandığını açıq-aşkar, utanmadan xalqa çatdırmaqla əslində bu bizim qardaşların ruhlarını sındırır, ideyasını, Hüseynçilərin ruhunu öldürməklə bu məşğuldur ki, mən hər şeyi yoluna qoyacağam, siz susun. Bugün əcəndəki o qardaşlar susur, zalıma qarşı bir hərəkət yoxdur. 7-8 ilin içində bu ancaq pul yığmaqla, cəmaatın başını, cəmaatı gözdən salmaqla, Azərbaycan xalqını sındırmaqla məşğuldur. Təəssüflər olsun ki, Ramil kimi, adını şiyə qoyan, Abid kimi özünü mömin sayan, dindar sayan, dindan güya bunun başı çıxır. Atlarını həci qoyub, həcin altında gedən uzun qulağa layiq olmayan bu həcilər, Qurbanın qarşısında özlərini kəpirliyinə görə necə də şiyyəni bunlar rüsva elədilər. Qurban lənətullah bizim inancımıza dil uzatdı. Xanım Zeynəbə, İmam Hüseyn ağaya, öz əxlaqsız ailəsinə bənzətdi bizim dəyərlərimizi. Burada İmam Hüseyn ağanın bir sözü yadıma düşdü ki, dinimiz yoxdur, heç olmasa kişi olun, kişiliyimiz olsun. Peyğəmbər sallallahu da ki, bir hədis var, buyurur, mənim əhl-i beytimə dil uzadan ancaq zinakarlar, zinadan əmələ gəlmişlər olar. İndi bu Qurban fikirləşsin, görsün, necə dünyaya gəlməyini, kimdən əmələ gəlməyini, bir oturub fikirləşsin ki, bu nəyə görə bu ziddir, vilayətdir, ziddir, peyğəmbərdir, ziddir, əhl-i beytdir. Bunu ilə bir neçə dəfə söhbət olunub həz barəsində. Əvvəl həzə dil uzatdı, sonra qardaşlar bunu başa saldılar. Sonra İmam Zaman ağaya dil uzatdı, alimlərimiz həc etsin kimi, həc elman kimi qardaşlar bunu başa saldılar. Ancaq bu heç öz şeytanlığından qalmır. Ona görə ki, bu İngilis filiyidir, İngilis deyirmanı sökəndi. İsrailin, əslində bu İsraili güya vurur. Bu tərəfdən də İsrailin dəstək olur, xalqı sındırmaqla. İsrailin gəlməyinə yol açanlardan da biri bu Qurban özüdür. Çox təəssüflər olsun ki, bəzi özlərini Kərbalaya adlandıran, Kərbalaya gedən, namaz qılan, mömin özünü adlandıranlar da bu Qurbanın deyirmanına su tökməklə dünyanın çox yerindən buna pul göndərib köməklik eləyirlər. Ancaq bunun bütün günahlarının şərik olduqlarını bilirlər, bilmirlər. Bilsinlər ki, bunun bütün cinayətlərinin şəriksiz. Şiyyənin bugün düşməyinin səbəbi də sizlərsiniz ki, Qurban kimi bir fitnəkarın, düşmənin deyirmanına su tökdüyünüzsüz. Bunların imliyi haqqında
bir şeir yazmışam. Bəlkə bu xalq ayrılsın, cavanlarımız bunların fitnəsinə, fəsadına gelməsin. İnşallah belə başlayır. Sizdən nə çəkib Həzrət Əli cahil Hüseynçi, sizdən nə çəkib Həzrət Əli qafil Hüseynçi. 100 dəfə gedib Kəbə evin sən tavaf etdin. Sonra da gəlib Kərbəla səmtinə getdin. Kaş sən bu yolu bizi dəfə tərk eləyəydin. Cahilliyi bir kaş gəlib tərk eləyəydin. Sizdən nə çəkib Həzrət Əli cahil Hüseynçi, sizdən nə çəkib Həzrət Əli qafil Hüseynçi. Qoydun adını şiyə susub dinmədin ancaq. Bu şiəliyin heç dadını bilmədiniz ancaq. Həzrət Hüseynin kimliyini görmədiniz ancaq. Möminlər ilə sərt danışan ağır Hüseynçi, düşmən qabağında lal olan ağır Hüseynçi. Xantürklər ilə siz qarışıb bir kanal açdınız. Kim TV adı ilə tanınıb kimliyi atdınız. İsrailə siz dəstək olub məqsədə çatdınız. Qaldı adınız güya vətənpərvər Hüseynçi. Ey xalqı bölüb parçalayan tərtər Hüseynçi. Həzrət Hüseynin pak ələmin siz cırıb atdınız. Murdar ələmin İsrailin xalqa sıratdınız. Siz zalim ilə əlbir olub məqsədə çatdınız. Düşdü adınız tarixə bil ki zır Hüseynçi. Ey boş baş ilə xalqı bölən cır Hüseynçi. Düşmən dil açıb Həzrət Hüseynə dil uzatdı. Qurban kimi bir zatı qırıq aləmi qatdı. Ramil lal olub abid ilə dinmədi yatdı. Rafiqdir deyər hər birimiz kafir Hüseynçi. Sizdən nə çəkib Həzrət Əli qafil Hüseynçi. Sizdən nə çəkib Həzrət Əli qafil Hüseynçi. Həzrət Əli əleyhissalam sizin əlinizdən dərdini quyuya deyərdi. İndi Azərbaycan xalqını bu vəziyyətə götürüb çıxarmısınız. Ömürlər zindandır. Bacıları ilə əl atıb zalim rejim. Dərdimizi kimə deyək? Ürəyimiz dolu. Bu cür cahil Hüseynçilər də bir dərdimiz. Düşmanın dəyirmanında su tökürlər. Vay olsun sizin halınıza. Tüpürüm sizin qeyriyyətinizə, namusunuza. Ki, qurban kimi bir fitnəkarın qabağında bu cür bizi biabır edəriz. Vay sizin halınıza.